su və ya bal çox faydalıdır. Amma balı belə çox istifadə etsən, zərərləri faydasından daha çoxdur. Çünki yediyimiz qidalar bəllidir ki, tərkibində elə bir maddələr var ki, yəni vətəndaşların da ondan heç xəbəri yoxdur. Mən bir şey qeyd etmək üçün var. Kifayət qədər müdaxilələr olur çörək hazırlanmasında. Bu nə üçündür? Daha ağ, daha yumşaq, daha uzun müddətli, daha ətirli olsun deyə dəfələrlə çox sayda çörəyə hazırlanmasında müdaxilələr olur və nəticədə bu nədir? Bu insan orqanizminə həddindən artıq zərərlidir. Əgər düzgün qaydasında faiz normalarından artıq istifadə olunursa. Əlbəttə biz çörək seçimi etməliyik. Buğdanın tərkibində olan fermentlər var ki, bu fermentləri biz qəbul etməliyik. Məsələn, hansı çörəklərdən alsınlar, unsuz da alırlar. Başqa yolumuz yoxdur. Hər kəs evində çörək bişirəcək durumda deyil. Nədir? Vətəndaşlara maraqlı odur ki, unun və çörəyin tərkibində nələr var ki, bunu həkimlər bizə qadağan edir. Hər kəs istehsal edə bilər. Böyük şirkətləri istehsal prosesini izləmək daha rahatdır. Mən söhbət ondan gedir ki, mən nə istəyirəm? Mən deyirəm ki, hər tərəfdə istənilən növ un məmulatları, çörək olsun, şirniyyat olsun hazırlanır da və bizim gözümüz görmür və o biz o müşahidə olunur. O istehsalat prosesində müşahidə olunur. Axı məsələ orada unun özünə müdaxilə olunur. Mən fərqi istədiyim ki, bugünkü gün mən deyirəm ki, biz Türkiyə ona müdaxilə olur. Yəni qısa, ehtiyatlı müdaxilə odur ki, ancaq heç olmasa una müdaxilə olur da. Amma ümumi industrial istehsalatda necə olur? O, həmin hazırlanan çörək mağazada, rəflərdə uzun müddətli qalsın deyə, o keyfiyyəti saxlasın deyə, onun üçün əlavə müdaxilələr olur.